Həyatın çox möhtəşəm şəkildə işləyən qüsursuz bir alqoritmi var. Kimə çox bağlanarsansa, kimi çox sevərsənsə və kimi həyatının mərkəzinə qoyarsansa, o insanla mütləq ki, həyat səni imtahan eləyəcək. Özü çox ağır formada. Əgər dərs çıxartmasan, bu sənin övladın da ola bilər, bu sənin valideynlərin də ola bilər, bu insan sənin sevdiyin insan da ola bilər. Əslində, əgər insan bu belə deyim də, alqoritmi yaşayırsa, bu imtahanı yaşayırsa, burada insanın iki dənə yolu ayrılır. Ya buradan almalı olduğu dərsi alıb, o insanla münasibətini sağlam formaya keçirdəcəkdir. Ya da ki, bir ömür dərsini almırsa, bir ömür o insanla o sınağı, imtahanı davam edəcəkdir. Və bu sınaq, imtahan da hər zaman həmin insanın əziyyət çəkməsindən başqa bir şey olmayacaqdır. Çünki həyat heç də məktəbdəkilər kimi, yəni yüngül bir şəkildə imtahan eləmir. Həyatın imtahanları daha ağır olur. Mənəvi cəhətdən daha çox incidir insanı. Məsələ insani münasibətlərdə alma-vermə dəngəsi var da, balansı var. Onu düzgün qura bilməkdir. Yəni, sən bir insanı həyatının mərkəzinə qoymursansa, bu o demək deyil ki, heç kimi sevmirsən, heç kəsə dəyər vermirsən.